yoldaşıyım. 94'te gün düşürdü. Allah kapsın. Allah bütün şehitlere rahmet eylesin. Günlerini Allah kapsın. Allah böyle günü bize hiç şeyse kısmet eləməsin. Ben 44 günlük müharibenin şehidi, qəhrəman məkanının anasıyım. Allah bugün şehitlerimizin məqamı ucu eləsin, yerlerin cennet eləsin. Əzəliyib evinin anasıyam, Allah istəyəm şəhidlərimizə rəhmət etsin. Amin. Amin. Sen nenelerin şahısan. Nenelerin şahısan ki sen bu günlerin o nəvənin o şəhidliyinə dözdün, dayansan. Allah sana ömür versin. Buyur. Allah hamısını verir, cennet olsun. Hamısını Allah rəhmət eləsin. Bütün balaları, hamısı benim balamdır onlar. Sağ ol. Hamısı. Sağ ol. Benim de Allah bağlıp giden oğlanların kaptına. Amin. Amin. Ben onun yolun gözləyirəm. Çok. İnşallah 94'e kadar olan şehitlerimizin hamısının nəşini inşallah tapılır. Yavaş yavaş tapılır. İnşallah elə bir belə deyək də sən onu tapsan sevinəsən. Ruhun da şad olacaqdır. Təzələnəcək, yaxşılaşacaq. Bəli, gözün də artıq yoldan yığılacaq. Allah o günü sənə qismət eləsin. Sağ olun. Yıllarından gelmişik, biz de yıllardan şehitliğini Rahmet'in anlamasıyam. Bu sözlerin karşısında yüreğimiz doluydu, ağlattı. O sözler bizi sanki elədi. Uşaqlarımızın hayatı, hem Mahmud'a sözlerde oldu. Çünkü toysuz gitti bizim uşaqlar 80. Nişanlı gittiler, körpəli gittiler. Ben de evimin tek evladıydı, Tural. Acayip qəribin anasıyam. Allah bütün şəhidlərə rəhmət etsin, yerləri cənnət olsun. Allah analara falan sevindirsin. Ben de Xocamat rayonundan Balakişiyev qaranlamasıyam. 44 günlük müharibədə 3 oğlum, 3 qardaş eyni yerdə döyüşüblər. Biri qazi, biri şəhid, biri veterandı. Hal-hazırda indi də əsgər anasıyam. Oğlum vətənə xidmətdədir. Allah bütün balaları qorusun, şəhidlərin məqamı uca olsun. Ordumuzu qorusun, bayrağımız daima yüksəklərdə dalğalansın. O da bizi analara təsəllidir. Yanan ürəyinə, biz anaların yanan ürəyinə su səpilir ki, bizim balalarımızın sizin kimi qeyrətli oğullar həmişə adını qoruyur, ucalarda tutur. Çox sağ olun, biz də sizə təmətlər. Sağ ol.